Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi tərəfindən birgə hazırlanan Azərbaycan ordusunun sülhməramlı əməliyyatlarına dair hesabatın təqdimat mərasimi keçirildi. Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev bildirdi ki, ölkənin qarşısında duran əsas məsələ onun müdafiəsi və təhlükəsizliyidir. Bunun əsasında da Azərbaycan ordusu dayanır. Azərbaycanın ordusunun fəaliyyəti ilə bağlı bir sıra araşdırmalar da biz indi aparırıq və qeyd etmək istərdim ki, Azərbaycanın Müdafiə Nazirliyi ilə bizim də oradan da çox uğurlu bir əməkdaşlığımız var. Təkcə bu araşdırma yox, bu yaxınlarda bir sıra digər də araşdırmalar dərc olunacaq. Biz sıx şəkildə həm 44 günlük müharibə ilə bağlı, həm bir sıra digər məsələlərlə bağlı araşdırmalar birgə aparırıq. Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi General-Mayor Elçin Abdullayev diqqətə çatdırdı ki, beynəlxalq missiyalarda Azərbaycan ordusunun nümayəndələrinin iştirakı tərəfdaş dövlətlər tərəfindən çox yüksək qiymətləndirilir. Bu əməliyyatlarda iştirak yalnız Azərbaycanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi demək deyil. Eyni zamanda Azərbaycan ordusunun nüfusunun artırılması, yeni əməkdaşlıq imkanlarının yaradılması deməkdir. Bildiyiniz kimi bugünkü gün dünyada gedən proseslər və təhlükəsizlik mühitinin yüksək dinamikası, dəyişikliklərin yüksək dinamikası Azərbaycan ordusunun müdafiə qabiliyyətinin, müdafiə potensialının artırılmasını labüd edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun potensialının artırılması, ordu quruculuğu, ordunun modernizasiyası üzrə islahatlar bugünkü gündə davam edir. Tədbir zamanı çıxışında Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin planlaşdırılma və koordinasiya şöbəsinin rəisi Polkovnik Abdullah Abdullayev qeyd etdi ki, sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan ordusunun döyüş qabiliyyətinin, peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına mühüm töhfə verib. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin Hərbi Təhlükəsizlik Məsələləri şöbəsinin müdürü General-Mayor Elman Səmədov isə bildirdi ki, Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin hansı istiqamətdə inkişaf etdiriləcəyi indidən planlaşdırılmalı, ölkənin NATO və BMT sülhməramlı missiyalarında rolu genişləndirilməlidir. Sonda hesabat ətrafında müzakirələr aparıldı və iştirakçıların sualları cavablandırıldı.